Videoya keçməzdən əvvəl zəhmət olmasa kanala abunə olub bildirişləri aktiv edin ki, ən son xəbərlərdən xəbərdar olasınız. Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərliyi ilə Heydər Məscidinin imamları Hacı Rüfət Qarayev və Hacı Hafiz Abbasov iyunun 25-də İsa Məsihin sonuncu gün müqəddəsləri kilsəsinin Avropa üzrə nümayəndəsi Jack Gerard ilə görüşüb. Görüş zamanı Azərbaycandakı dini durum, dövlət-din münasibətləri və dini tolerantlıq ənənələri barədə geniş fikir mübadiləsi aparılıb. Komitə sədri bildirib ki, tolerantlıq mühitinin formalaşdığı ölkələrdə dinlərarası dialoqun və əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli mühit mövcuddur. Bunun ən bariz örnəyi isə Azərbaycandır. Tarixən dözümlülük ənənələrinin bərqərar olduğu ölkəmizdə hazırda konfessiyalar arasında geniş, möhkəm əməkdaşlıq əlaqələri və həmrəylik var. Jack Gerard Azərbaycanın dinlərarası dialoqun genişlənməsi istiqamətində apardığı siyasətin dünya ölkələri üçün dəyərli nümunə olduğunu vurğulayıb. O, rəhbərlik etdiyi dini qurumun bu istiqamətdə ölkəmizlə qarşılıqlı əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib.